Veylun lil musallin. Namaz kılanlara vay olsun. Ellezinehum en salatihim sahun. Namaz kılır ama səhlenkardır namazında. Səhlenkarlıq eləyir namazında. İmam-ı Sadiq aleyhisselam buyurur, eğer bir insan namazı azan vaxtindən təxirə salır, yubadır, üzrüsüz olsa, deyir, bu ayə ona şamildir. Biri var, üzrü var, əməliyyat eləyirlər, əməliyyat otağında. Deyir, xəstəni o cür qoyub gedə bilməyəcək. Buna deyərlər, üzrü var, qəbuldur bunun üzrü. Amma bir var, yox, oturub danışır, şirin-şirin söhbət eləyirlər. Azan da deyilir, deyir, hə, qoy bu nağılı qutarım, sonra qıllıq. Bu üzrüdür.